işarə əvəzli yalnız sifətin yerində işlənir. Bir də həmin işarə əvəzli yalnız sifətin yerində işlənir. Yəni, bir nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, həmin uşaq. Hansı uşaq? Sifətin yerində işlənir. Bunlar hallanmır, onunla həmin. İstəyirsiniz, belə yazdım. O həmin hallanmır, mənsubiyyətə görə dəyişmir, sifətin yerində işlənir, qutardı. Bunu qarışdırmarıq ki, əgər hallandısa, məsələn, o, verdi mənə onu, mən bunu da işarə götürməyəcəm, çünki o işarə əvəzliyi yalnız hansı sualına cavab verir. Onu deyirsə, hallandısa, hallanan ismin xüsusiyyətini daşıyır. Demək ki, onu şəxs əvəzliyidir, bəli. Məsələn, deyirəm ki, ondan xoşum gəlir. Şəxs də işarədir. Şəxs, bəli. Çünki hallandı, hallanma şəxsə aid xüsusiyyətdir. Yəni, şəxs əvəzliyinə aid xüsusiyyətdir. Onunla həmin hallanmır, mənsubiyyətə görə dəyişmir. Həmindən deyə bilmirəm, həminimiz deyə bilmirəm. O da elə, hallanmır. Hallanan şəxsdir, işarə deyil. Bunu bildik. Ancaq sifətin yerində işlənən sual belə düşəcək. Sualda belə verir. Ancaq sifətin yerində işlənən işarə əvəzliyi ondan həmin. Gəldik, bunu xırdalayım. Bu işarə əvəzliyidir və sifətin yerində işlənir. Zaten hamısı sifətin yerində işlənir də. Bundan əlavə, bu bir də ismin yerində işlənə bilər. İsmin yerində işləndisə, deməli, hallana bilər. Məsələn, deyirəm ki, bu qız. Hansı qız? Burada sifətin yerində işləndi. Bir də deyirəm ki, buna bax. Kimə? Burada ismin yerində işləndi. Yenə də işarə əvəzliyidir. Yəni, bu başqa bir əvəzlik yoxdur. Bu işarə əvəzliyidir. Sadəcə iki nitq hissəsinin yerində işlənir. Bir sifətin, bir ismin. Sifətin yerində işlənsə, sifətin sualına cavab verdi. İsmin yerində işlənsə, ismin sualına cavab verdi. İsim kimi hallandı.